Allah, ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi yaşayandır. Bütün yaratdıqlarının qəyyumudur. Onun nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, ona məxsusdur. Onun izni olmadan, onun yanında kim havadarlıq eləyə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar, onun elmindən, onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq ona ağır gəlmir. O, ucadır, uludur.